Verilişin baş sponsoru Qoç Ət. Ailənizin rahatlığı, süfrənizin keyfiyyəti deməkdir. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim olan Allahın adıyla. Əziz tamaşaçılar, Biznes TV'nin studiyasında Ay Görünəndə verilişinin növbəti buraxılışındayıq. Hamınızı səmimi qəlbdən hörmətlə salamlayırıq. Allahın rəhməti, mərhəməti, bərəkəti, xeyir duası, sülh və əminamanlığı hamımızın və bütün bəşəriyyətin üzərinə olsun. Hamınızı xoş gördük. Bugün növbəti maraqlı bir mövzu ilə qarşınızdayıq. Ramazan orucu, tibbi və sağlamlıq yönündən faydaları, yeyəcək və içəcəklər. Həmsöhbətim isə studiyamızın dəyərli qonağı, Azərbaycanda fitoterapiya sahəsində kifayət qədər tanınan və hər kəs tərəfindən sevilən həkimlərdən biri hörmətli Füzuli Hüseynovdur. Füzuli müəllim, xoş gəlmişsiniz. Selamun aleyküm, Aleyküm xoş gününüz selam. olsun. Allah Ramazan daim ayınız eləsin. xeyirli, mübarək olsun. Allah razı olsun. Amin əcməin. Füzuli müəllim, mübarək bir aydayıq, gözəl günləri içindəyik. Allah Taala'nın kutubə aleykumus siyam dediyi oruç sizə fərz buyuruldu əmrini yerinə yetiririk. Oruç ibadəti səhər dan yeri ağarandan axşam günəş batana qədər yemək, içmək və şəhvətdən uzaq qalmaqla həyata keçirilən bir ibadətdir. Və oruç ibadətinin ac qalmaqla, yeməklə, içməklə yaxından bir əlaqəsi var. Bədənimizlə, ruhumuz tərəfi olduğu kimi bədənimizlə də yaxından bir əlaqəsi var. Mən ilk sualımı əslində elə bir o dan yerə ağaranda dediyimiz zaman sahurla başlamaq istəyirəm. Bir sahurumuz var, orucu tutma zamanı, bir də iftarımız var. Peyğəmbərimiz əleyhissalamın da hədisi var ki, təsəhharu fə innə fis-sahuri bərəkə. Mütləq sahur edin, səhər yeməyini yeyin, çünki onda bərəkət var. Və bir başqa hədisin davamında da fə innəllahi və mələikətəhu yusalluna aləl mutasahhirin. Allah və mələkləri sahur edənlərə xeyir dua edər. Və bir başqa hədisdə də təsəhharu, sahura qalxın, səhur edin, vələv bi cər'əti məin. Bir qurtum su belə olsa, sahuru yerinə yetirin. Füzuli müəllim, sahuru necə yerinə yetirəcəyik? Uyğun formada necə yerinə yetirməliyik? Necə sahur etməliyik? Xüsusilə də yemək və içmək məsələsi ilə əlaqəli. Çox sağ olun, Allah razı olsun. Mən dəvət elədiyiniz üçün. Eyni zamanda Biznes TV-yə də gələcək fəaliyyətində uğurlar arzulayırıq inşallah. Allah daim eləsin. Amin, sağ olun. İnşallah. Deməli, bəli, oruç yəni qidalanma qismindən iki yerə bölünür, iftar və sahur. Və nədəndirsə insanlarımızın həmişə odaqlandığı iftardan həmişə danışırlar ki, iftarda bu qədər yedi, filan kəs bu qədər yedi, filan kəs belə elədi, filan kəs belə elədi. Yəni, o qədər sahura önəm vermirlər. Amma günümüzdə insanların əziyyət çəkdiyi problemlərdən biri sahurun düzgün olmamasıdır. Mən onları deyəcəyim, niyə? Çünki sahur zamanı insanlarımızın əksəriyyətini götürək. Yəni, biz danışanda birinci növbədə çoxluğa belə deyərdim ki, xitab etməliyik. Çoxluğumuz necədir? Çoxluğumuz durur, səhər yeməyini, sahuru yeyir, sonra yatır. Elədir mi? Əksər insanlarımız belədir. Yeyir, yatır. İndi sonra 1-2 saatdan sonra işə gedir, işə getməyəndə qalır, o 9-da onda durur. Yemək yeyib yatmaq insan sağlamlığı üçün nə dərəcədə ziyanları var. Mən də onları deyim. Xəstəlik önü bir hal var. Buna biz deyirik insulin direncinin artması. İnsulin direncinin artması əksər vaxt elə yemək yeyib yatanlarda olur. Yəni, sahuru yeyən kimi yatan insanlarda birinci növbədə insulin direnci artır və bu insanlarda zaman keçdikdən sonra xəstə insulinlər doğumu çoxalır və bu insanlar üçün gələcəkdə bir sıra deməli, endokrin xəstəliklər və bunun başında da əsasən şəkər və onkoloji xəstəliklərə bir balacana meyilliyi artır. Çünki insulin direnci biraz bədənin immun sistemini də zəiflədir və başqa xəstəliklər üçün biraz qapı rolunu oynayır. Eyni zamanda bu insanlarda piylənmələr baş verir və bu insanların arıqlamağı da çox çətin olur. Biz ona görə də birinci növbədə sahur yeməyimizə diqqət eləməliyik. Sahur yeməyində həddindən artıq aşırı yemək düzgün deyil. Bu da bizim insanlarımızın qorxudan bir haldır ki, axşama qədər az qalacağam və sahuru olduq qədər çox yeyir və çox yedikdən sonra da həmən də gedir yatır.
Sahurdan sonra ən azı 1 saat yatmaq lazım deyil. Gedin ibadət eləyən, namazını qılsın, namazdan sonra götürsün, kitab oxusun, imkan varsa düşsün, biraz həyətdə bazarda gəzsin. Ən azından 1 saatdan sonra bu getsin, yatsın və biraz da başını da dik qoysun, yatsın. Əgər bu halda olarsa, bu halda orucuna davam edərsə, bəli, oruc böyük bir nemətdir və orucun böyük bir faydalarını alacağıq inşallah. İndi zaman sual olsa biz onları cavablandıracağıq. Yəni sahur bu vəziyyətdən başlamalıdır. Sahurda mədəni olduğu qədər çox doldurmağı düşünməyin. Sahurda necə həmişə səhər yeməyini yeyirdinizsə, bir o qədər yeyin, ondan artığını yeməyin və səhər yeməklərində, yəni sahur zamanı çalışın çox şirin və çox yağlı, məsələn, şirniyyatlardır və çox yağda bişirilmiş yeməklərdən də qaçsın. Çünki bu gün boyu insanı susuzlaşdıracaq və insan özü əziyyət çəkəcək. Yəni susuzluqdan əziyyət çəkəcək, özünə ziyan eləyəcək. Yəni bunlara diqqət eləyin. Səhər-səhər məsələn çay içəndə limon atın və yaxud da axşam 1-2 xörək qaşığı məkkə gülünü 2-3 stəkan suya qarışdırın. Eliq olanda orada bir çay qaşığı bal qarışdırın və yaxud da şəkər tozu 1 çay qaşığı qarışdırın və bunu səhər duranda için. Bu turşməzə bir içki olur və axşama qədər də adamı su ehtiyaclarını ödəyir. Qanı da duru saxlayır, qan qatılaşma da olmur. Məsələn, elə insanlar var ki, hətta həkimlər belə bu insanın sırf qanının qatılaşmasına görə oruç tutmağı məsləhət görmür. Və bu insanlara da məsləhətimiz odur ki, səhər-səhər adi bir yarım limonu sıxın stəkana, stəkan tam dolana qədər doldurun və orada 1 çay qaşığı da bal qarışdırın, için. Yəni, axşama qədər bu sizin qanınızı qatılaşmadan qoruyacaq, susuzluqdan qoruyacaq və özünüzdə rahat hiss eləyəsiniz inşallah. Füzuli müəllim, olur həyatımızda elə insanlar var ki, məsələn, ümumiyyətlə sahur etmirlər. Əlbəttə, Peyğəmbərimizin az əvvəl söylədiyim məsələdə də bir bərəkət var, orada bir mənəvi bərəkət də var, maddi bərəkət də var, o sahur zamanı, o namazlarımızı, sübh namazımızı da yerinə yetiririk. Mən səhət, sağlıq nöqteyi nəzərdən soruşmaq istəyirəm. Bu, ümumiyyətlə sahura durmamaq və iftarda yemək yemək. Bunun insan səhhətinə bir zərəri və faydası varmı? Çünki Peyğəmbərimiz buyuruyor ki, bir qurtum da olsa bu suyu için, yəni bunu eləyin, yəni yemək də yeməsiniz. Çox gözəl sualdır. Artıq dünya həkimlərinin əksəriyyəti aclığın faydalarını bilir. Və buna müxtəlif adlar verirlər. Məsələn, su oruçları deyilən bir aclıq qaydaları var. İnsanlara su tələb yoxdur, yəni suyun qadağası yoxdur, nə qədər istəsə su içə bilər, amma yemək yeməz qadağada və bunu 1 gün, 2 gün, 3 gün, bəzən 4 gün eləyirlər. Sonra aralıqlı oruçlar var. Bunu da bəzən 1 gün, bəzən 10 saat, bəzən 18 saat eləyirlər. Amma alimlərin yekdil bir qərara gəldiyi bir anlar da var. Hansılar ki, mən də onları deyim. Deməli, görüblər ki, 2 gün, 3 gün daim olaraq ac qalan, su içməyinə baxmayaraq insanlarda çox ciddi qocalma prosesi gedir və bu insanlarda kollagenlər dağılır. Hətta bunu hamımız görmüşük. Baxın, elə insanlar var ki, sahura durmur. Məsələn, arıqlamaq istəyən insanlar var, sahura deyir, mən durmuram, daha doğrusu sahur yeməni yemir. Belə deyək. Bu insan, bəzi adamlar heç namaz qılmır, ona görə onlar ümumiyyətlə də durmur. Belə axşamdan niyyətini eləyir, vəssalam. Bu insanlara siz diqqət eləyin, Ramazanın 20-ci günündən sonra bir sifətlərinə qocalıq çökür. Görmüsünüz? Mən çox görmüşəm. Və mən özüm də xəstələrimə... Maraqlı müşahidədir. Siz həkimsiz, yəni... Əvvəllər su oruçları yazırdım, indi də yazıram. İndi qaydaları dəyişmişəm sadəcə. Su oruçları yazırdım. Və görürdüm ki, bu insanlar 3 gün ac qalır. Məsələn, həftədə 3 gün aclıq proqramları eləyəndən sonra gördüm ki, həqiqətən də bu insanların sifətinə əməlli başlı bir qocalıq çöküb. Və mən ondan sonra o aclıq proqramlarımı dəyişdim. Və bundan sonra mən baxıb görürəm ki, artıq dünyada da bu tendensiya gedir ki, ən azından aclıq proqramlarına 10-15 saat aralığında aparmaq lazımdır. Və bu da görürsünüzmü, gəlir tam olaraq oruca denk gəlir. Yəni, niyəsi də var. Aclıq zamanı niyə insanda qocalıqlar əmələ gəlir? Çünki baxıb görüblər ki, 12-13 saatdan sonra insan bədənində kollagen var, liflər, bax belə bir-birinə qarışmış və bunları da bir-birinə bağlayan liflər kollagen deyirlər və bu kollagenlərdə görürlər ki, dağılma gedir.
Və bu kollagenda dağılma gedir, ona görə insanda sürətli qozalma prosesləri başlayır. Və düşünürlər ki, deməli biz hardasa bir 10 saatdan, 12, 13 saatdan sonra bu insana yüngül bir şeylər versək və bu insanlarda kollagenlərin dağılmasının qarşısı alınacaq. Amma proses də, yəni bizim qoyduğumuz məqsədə ki, biz hansı məqsəd üçün aclıq proqramlarını eləyirik, biz o məqsədimizə çatacağıq. Yəni xəstənin çəkisini sala bilərik, onkoloji xəstəliyi varsa ona görə o aclıq proqramı tətbiq eləyə bilərik və yaxud da ki, sistem xəstəlikləri və yaxud da ki, autoimmun xəstəliklər varsa biz onların hamısında aclıq proqramlarını təyin eləyirik. Və görəcəyik ki, biz bu proqramlara qoyduğumuz məqsədimizə çatırıq, amma xəstədə də qozalma prosesləri getmir. Əksinə daha da cavanlaşır. Məsələn, mən özüm tutalım ki, 3 günlük soruşlarını təyin eləyəndə bu insanlara gün ərzində 5-7 dənə ərik və yaxud da xurma yeməsini məsləhət görürəm. Həm ərikdə və həm də xurmanın tərkibində bol liflər var və bu liflər kollagenlərin dağılmağın qarşısını alır. Görünən budur ki, bizim aclıq elədiyimiz proqramlarda da ən düzgün aclıqlar da elə oruçlu zamanı bizim tutduğumuz oruçdur. Yəni biz oruçlu zamanı tutduğumuz oruçda səhər sahura dururuq, axşam iftar eləyirik. Bax, o ən ideal aclıq proqramlarından biridir. Yəni bu da gəlir nəyə? Bizim həqiqətən də bizim dinimizdə insanlara ziyan verən heç bir əməl yoxdur. Elhamdülillah. Bütün nə varsa hamısının bol-bol faydaları var. Niyyətindən tutmuş, zəkatından, həccindən tutmuş. Bunların hamısı onlar bizim söhbətimizin mövzusu deyil. Və eyni zamanda Ramazan orucu da çox faydalıdır. Və bu oruçlu zamanı biz öz bədənimizə nəzarəti artırırıq. Və bizim beynimizin, bizim ruhumuzun, vücudumuzun, bizim cism olan cismimizə hakimliyi çoxalır. Burada böyük bir hikmətlər var. Bax, məsələn, elementar bir xəstəliklərdən insanlar var ki, özünü öldürür. Bu hansı insanlar özünü öldürür? O insanlar özünü öldürür ki, o insanlar ruhən zəif insanlardır. Yəni İslam hər tərəfdən insanın beynini, insanın ruhunu cismi üzərində qüvvətləndirir. Bax, məsələn, oruç tutanda tutalım ki, oruçlu zamanı kimsə deyər ki, heç kim yoxdur, bir şibritçə yeyib. Bəli. Bəli. Yəni, belə insanlar da var bəlkə də. Onlar bizim söhbətimizi bilir. Əksər insanlar yemir. Əksər insanlar yemir və yemədikcə mətinləşir, qüvvətlənir. Yəni, bu insanın ruhunun cismi üzərində hakimliyi qüvvətlənir. Baxmayaraq ki, cisim nə qədər desə ki, mən yemək istəyirəm, amma beynindən, ruhundan əmrlər gəlir ki, olmaz. İstəmə. Yəni, kəsin olaraq biri var ki, məsələn, diyet eləyəndə xəstələrimiz, diyet eləyəndə birindən nəsə atışdırma eləyə bilir. Burada yoxdur. Burada deyir ki, olmaz. Çünki Allahın əmri var, Allaha edilən ibadət. Bəli, bəli. Əlhamdülillah. O düşüncə, o fikir, o əqidə. Bu ruhu mətinləşdirir. Bəli, bax, mətinləşdirir. Və nəfs üzərində nəzarət, tam bir nəzarət. Bəli, bax, nəfs üzərində nəzarət artır. Bu insanlar mümkün deyil ki, bundan sonra hansısa bir ağır xəstəliyə tutula və özünü öldürə. Görürsünüzmü? Yəni, bax, belə şeylər var ki, bizim İslamda nə varsa insan üçün fayda var. Nə varsa, bu fayda var. Bu da faydalardan biridir. Bundan başqa xəstəliklərə tutulanda belə insanlar var ki, Allaha asilik eləyir. Belə insanlar da var. Üsyan eləyir, bəli, şikayət eləyir. Niyə bu vəziyyətə düşüyor? Hamısını görmüş. Xəstəliyini söyür, halını qarğıyır. Bax, bu insanları da oruç mətinləşdirir. Bax, bu insanlar da görür ki, yox, ac qalmaq var. Ac qalmaqla ruhun tərbiyəsi var. İnsanın özü üstündə hakimliyi var. Bax, belə hallar da biz görürük. Ona görə də ən gözəl arıqlamaq, yəni biz təbii ki, arıqlamaq üçün oruç tutmuruq. Yəni, kök insanların arıqlaması, sahurda az yeyirsiniz. Sahurda 1-2 tikə, məsələn, 5 dənə xurma ilə sahur eləyə bilərsiniz. 7 dənə xurma ilə sahur, su, xurma və sahur. Füzuli müəllim, mən onu deyəcəkdim. Bizim milli mətbəximiz də var da, ənənəvi olaraq. Bəli. Nə məsləhət görürsünüz konkret olaraq hansı yemək növünü sahurda? Çünki bəzən günorta və ya axşam yediyimiz o ağır yeməkləri yeyən insanlar da olur. Bəli. Bu nə qədər doğrudur, yanlışdır? Onu dediyim kimi, məsələn, piyələnmədən, köhlükdən, insulin dirəncindən əziyyət çəkənlər üçün səhər-səhər çox yüngül yeməlidirlər. Normal insanlar, ən gözəl yeməklərdən biri yumurtadır. Çünki yumurta zülaldır,
daha gec həzm olur və uzun müddət insanı tox saxlaya bilir və insanı halsızlıqdan da qoruyur. Səhər-səhər ağ çörək yeməyin. Çalışın kəpəkli çörək yeyin. Ona görə ki, kəpəkli çörəyin həzmi ağ çörəkdən 4 dəfə daha çox olur. Və ağ çörək yedikdə sürətli şəkildə həzm gedir, sürətli şəkildə sorulur və insan bədənində karbohidratların miqdarı birdən-bir aşırı dərəcədə yuxarı qalxır və düşür. O zaman aclığı da tez Bəli, aclıq da onda sürətli gəlir və eyni zamanda endokrin sistem pozunluqları əsasən mədaltı vəzinin əsasən orada Langerhans adacıqlarının zədələnməsi bu zaman baş verir. Yəni aşırı dərəcədə şirniyyat yemək və ağ çörək yemək və bu zaman qanda şəkərin səviyyəsi birdən-bir aşırı dərəcədə qalxır və birdən-birə də düşür. İnsan vücuduna həmişə ziyan verən hallar bunlardır. Niyə biz deyirik, həkimlərin əksəriyyəti deyir ki, yəni bunu deməyən daha doğrusu həkim də deyil, rafinə olunmuş qidalardan uzaq olun. Rafinə olunmuş qidalar ağ şəkərdir, ağardılmış duzdur, ağardılmış düyüdür. Yəni nə təmizlənibsə, məsələn günəbaxan yağının təmizlənmişi, zeytun yağının təmizlənmişi, nələr çox aşırı dərəcədə sənayedə təmizlənibsə, bunlar rafinə olunub. Bunlar insan bədənində birdən-birə karbohidratların səviyyəsini qaldırır və birdən-birə də düşür. Bu bizim endokrin sistemi çökdürür. Ona görə də xəstəliklər başalıb gedir. Hansı klinikə gedirsən, növbədir, xəstədir. Çünki düzgün qidalanmamız yoxdur. Mən insanlara nə qədər deyirəm, ağ çörək yeməyin, ağ çörəkdən uzaq olun, amma gedin mağazada bir baxın, qara çörəklər bölməsinə baxın, yəni qara kəpəkli çörək bu boydadır. Ağ çörək bölməsi 10 dəfə ondan böyükdür və insanlar elə bir ki, düşünmədən gəlir əl naturu çörək, düşünmədən gəlir əl naturu çörək yeyir. Bax, belə də olur. Hələ bir də səhər-səhər o isti-isti o təndir çörəyini alırıq, o xəmirli şəkildə Bəli, yedirik. hələ bir də onu nəzərə alaq ki, bizim insanlarımız dünya əhalisinin insanlarından bəlkə bir 4-5 dəfə, bəlkə də 6-7 dəfə çörəyi çox yeyir. Bəli, biz çox çörək Və yeyirik. üstə gəldə ağ çörək yeyir. Halımızı nəzərdə tutun. Bax, görün biz nə Bu vəziyyət. sahurda yumurta ilə bərabər ənənəvi olaraq Azərbaycan mətbəxində olan xüsusilə də süd məhsullarının çox ciddi bir zərəri yoxdur ki, pendirdir, şordur, süzmədir, smetandır, yağdır. İstifadə eləmək olar yəni. Ən yaxşısı bulardır. Ən gözəli, niyə? Çox eləmək. duzlu pendir olmasın, normal pendir duzda olsun. Ən gözəli, niyə? Çünki bunlar süd məhsulları çox şirin deyil və çox yağlı deyil, insanı suzdurmur və şiddətli aclıq əmələ gətirmir. Ona görə səhər yeməklərində bol-bol istifadə edə bilərlər. Qatıqdan istifadə eləsinlər. Qatıq eyni zamanda ayrandan istifadə eləsinlər. Səhər-səhər Bəli, yemək, bəli, ayran içsinlər. Bəli, bəli. Bunlar hamısı insan həm tox saxlayır, həm də susatmır. Əsas məsələ odur. İnsan bu gün indi bilirsiniz, insanlarımızın elə insan var ki, ofisdə işləyir, səhərdən axşama qədər kabinetdə oturur. Bu insanlar ola bilər ki, susuzluğu o qədər hiss eləməsin. Amma elə insan var, tikintidə işləyir, elə insan var, çöldə bayırda işləyir. Yəni bunları da nəzərə alsaq, bunlar üçün vacib odur ki, səhər yeməklərində düzgün sahura, düzgün riayət eləsin ki, axşama qədər susamasın. Su qəbul etməyin Çox miqdarı, gözəl, dərəcəsi, bəli. yeməyə Ən qədər, azından sahura qədər. suyun özünə də biraz limon sıxsınlar. Ən azından. Səhər içilən suya da bir balacadan limon sıxıb içmək. Bəli, təzyiqə düşmə ehtimalı varsa biraz da bal qarışdırıb, çox gözəl olur, çox gözəl. Mən bayaq dedim, məsələn, axşam 2 xörək qaşığı məhkə gülünü 2 stəkan qaynar suyun içinə qarışdırsın. Sonra səhər durandan sonra 1 çay qaşığı da bal qarışdırsın, onu içsin. Gözəl bir içkidir, dadlı, ləzzətli içkidir və o da eyni zamanda axşama qədər adamı susuzluq ehtiyacını ödəyir. Füzuləm, minnətdaram bu məlumatlara görə. Bir də iftarımız var. Əlbəttə ki, gün ərzində Allahın əmrini yerinə yetirərkən ac qalırıq. İftarın da sahur kimi Peyğəmbərimiz əleyhissalamın hədislərində bir mənəvi tərəfi var. Məsələn, məna olaraq demək istəyirəm hədisi, müminin 2 sevinci vardır. Bir iftar etdiyi zaman, bir də Allahla görüşdüyü zaman, Allaha qovuşduğu zaman. Və bir məsələ də iftarı gecikdirməyin. Yəni iftarı belə deyim, tezləşdirmək ümmətim xeyir üzərə olacaq. İftarı tezləşdirdiyi müddətcə. İftarı hansı şəkildə edəcəyik? Yemək rasionumuz nə olacaq və məsləhətiniz nədən ibarətdir bu məsələdə? Deməli, Peyğəmbərimiz s.ə.v-in gözəl bir hədisi var. Deyir, qidalanan zaman mədənizi 3 hissəyə bölün. Birini suya, birini yeməyə, birini də hava üçün saxlayın. Gözəl. Və biz bunu əlimizdə meyar etməliyik ki, bizim bütün vaxtlarda, istər iftarda, istər normal vaxtlarda qidalanmada ən azı o hava yeri qalmalıdır. Buna
əksər insan iftarda buna da diqqət eləmir bəzən. Buna diqqət eləmək lazımdır. Mütləq o havaya yer saxlamaq lazımdır. Çünki və iftarın özünü də birdən-birə oturub tam yemək də düzgün deyil. Məsələn, ən azından bir sulu yeməklərlə birinci sulu yemək yaxşıdır. Həm o sulu yemək mədə bağırsağı yumşaldır, həm həzmi asanlaşdırır və həm də sulu yeməyi birinci yeyəndə həzm daha yaxşı gedir və həm də ki, o quru yeməklərin verdiyi ağırlığı, birdən-birə verdiyi ağırlığı öncədən götürür. Ona görə də bir sulu yemək yesin adam, ondan sonra getsin namazını qılsın. 15-20 dəqiqəlik vaxt eləsin, zikrini eləsin. Bir ara versin, bəli, ilk yediklərindən sonra. Ondan sonra gəlsin, ikinci yeməyini rahatlıqla yavaş-yavaş yesin. O ikinci yeməyi birdən-birə birinci yeməyə əvəzinə və sürətli şəkildə yemək o düzgün deyil. Yəni, o da özü də mədə üçün biraz fəsadlar əmələ gəlir. Təsəvvür edin ki, mədə səhərdən axşama qədər boş qalıb, səhərdən axşama qədər şirə ifrazı yoxdur. Birdən-birə gəlib o qədər yeməyi ora doldurmaq nə dərəcədə düzgündür. Mədəmizi biraz gücə salırıq. Ona görə də birdən-birə yavaş-yavaş sulu yemək yeyin və gedin bir 15-20 dəqiqə ibadətinizi eləyin və yaxud da neyinirsə eləyin, gəzin, dolanın belə. Bundan sonra ikinci yeməyi yeyəndə çox rahat olasınız. Yəni, həqiqətən çox rahat olasınız. Çünki həzm daha rahat gedəcək, köp əmələ gəlməyəcək, mədə bağırsaqda ağrılar olmayacaq. Məsələn, insanlar var, gəlir mənə deyir ki, mən iftar açanda şiddətli mədəmdən ağrılar olur. Amma mən bu insanlara belə deyəndə belə elə görsən ki, heç bir problemləri olmur. İnsan da mədə bağırsağında, bəli, mədə bağırsağında problemlər olur. Hamı sağlam deyil ki, bu insanlar sahurda da düzgün riayət eləyəndə, iftarda da düzgün riayət eləyəndə bu insanların nəinki mədə problemləri çıxa bilər. Ümumiyyətlə, mədəsində olan problemlər də keçir. Bu insanlar Ramazan təxminən 10-cu günündən gözlərini çox rahat hiss edirlər. Ramazan qutarandan sonra deyir, mən mədə bağırsağımda olan problemlərdən heç nə qalmadı. Çünki qidalanmaya düzgün riayət eləyəndə, bax, bunların hamısı qaydasında olur, əlhamdülillah. Füzuli müəllim, Qurani Kərim oruc ibadətini əmr edərkən, Allah Teala Qurani Kərimdə bu əmri edərkən, Bəqərə surəsinin 183, 184, 185-ci ayələrində Ramazan ayı və orucla əlaqəli müəyyən məsələləri də biz möminlərə çatdırır. Çünki bizim fıqhda da bu var. Soruşacağınız zaman inanclı və müsəlman bir həkimə soruşun məsələləri, xəstəliklərinizi. Çünki digərləri yanlış müəyyən şeylər də deyə bilər. Orada orucu tutmayanlarla əlaqəli və in kuntum maridan Əv alə səfərin keçir. Əgər xəstə isəniz və səfərdə isəniz. Mən səfər məsələsini yox, xəstəlik məsələsini sizə soruşmaq istəyirəm. İslam hüququnda belə bir qayda da var buna görə. Məsələn, xroniki, heç bir zaman keçməyən xəstəliklər var. Orada konkret adlar deyilmir. Ümumi bir prinsip ortaya qoyulur. Və bir də yaşlılığa görə bir insan sağlamdır amma oruç tuta bilmir nəticə etibarlı, yaşlıdır. Onların da qarşılığında fidyə verilməlidir və sair və ilaxır. Amma bu xroniki xəstəliklər deyərkən, biraz da sizin müsəlman inanclı həkim kimi məsləhətinizə ehtiyacımız var. Olur, elə insanlar var ki, həqiqətən imanlıdır, inancı çoxdur, Ramazanın bu gözəl fürsətini qaçırmaq istəmir və xəstə ola oruç tutur. Əslində bu da İslama görə olmaz, yəni özünüzü təhlükəyə atırsınız. Bax, bu xəstəliklərlə əlaqəli, daha çox belə deyim, hansı xəstəliyi olan insanlar özlərini məcbur eləməsinlər bu orucu tutmağa, çünki daha çox fəsad verə bilər. Əslində, siz xroniki xəstəliklər dediniz. Xroniki xəstəliklər, yəni xəstəliyin çox kəskin formada üzə çıxmadığı anlardır. Məsələn, insan var ki, 30 il qastrit olur. Tələbəliyindən qastritə yoluxur, qastrit tapır, belə deyək. Və bu insan 20-30 il qastritdən əziyyət çəkir. Yəni, xroniki qastritdən. Sonra başqa deyək, məsələn, şəkər xəstəliyi. Şəkər xəstəliyi tutalım ki, bəzi insanlarda görsən 600-ə, 700-ə qədər qalxır və bu şok verir. Bəzi insan var ki, şəkərdir, normal həyatını yaşayır. Normal həyatını yaşayan və arada bir şəkəri qalxan xroniki şəkər xəstəliyidir. Və yaxud da bəzi insanlar var ki, təzyiqi var. Adam var, təzyiqi birdən-birə 200-ə qalxır, 250-yə qalxır. Adam da var, təzyiqi 140 olur, 150 olur.
Bəli. O 140-da 150-də olan xronikidir. Yəni daim belə deyək ki, daimi olur. Bax o xroniklərin hamısına əksinə oruç fərz. Tutsalar yaxşıdır. Bəli, deyirəm. kəskin Faydalıdır. olmaz. Füzuli müəllim, sözünüzə qüvvət, əslində bir şey demək istəyirəm. Mən elə bildim deyəcəksiniz ki, tutmasın. Mən təxminən 40 ildir xroniki qastriti olan bir insanam. Bəli. Bu 40 ildə, 40 ilin təxminən yadıma gəlir ki, 92-ci ildən bu tərəfə Allaha şükürlər olsun, Allahın lütfü oruç tutmuşam Ramazan aylarında. Mədəmin ən gözəl, ən rahat, ən sağlam dövrü oruç ayları, yəni Ramazan ayında tutduğum oruç zamanı olmuşdur. Zaten hamı deyir. Həqiqi mənada yəni mədəm ən gözəl, ən sağlam, ən zirvə nöqtəsini Ramazan oruçlarında yaşayır. Bəli. Digər vaxtlarda həqiqətən çox problem yaşayıram elə. bununla əlaqəli. Bax indi Elşad müəllim, günümüzə baxaq. Yəni yenə deyirəm ha, mən çox olan xəstəlikləri sayaq. Şəkər xəstəliyi, düz, Bəli. çox yayılıb. Təzyiq xəstəliyi, çox yayılıb. Kökəlmə, piylənmədən əziyyət çəkmə, dəhşət yayılıb. Sonra revmatik xəstəliklər, əsasən də revmatizmə, revmatoid, o nəm ki, Azərbaycanın nəmişli bölgələrində xasmaz, nə bilim, Şimal bölgəsi xüsusən, bəli, sonra cənub bölgələrimiz, Lənkəran filan zad, bu zonalarda, sonra Dağətəyi, bəli, Qəbələ, Qaxsa-Qatala filan, bunların hamısında revmatik xəstəliklər var. Revmatik xəstəliklər, sonra onkoloji xəstəliklər Azərbaycanda da çox yayılıb. Və bu xəstəliklər, bu saydığım bu 5 dənə xəstəlik Azərbaycanda olan xəstəliklərin bəlkə də 80%-ni əhatə edir. Bax, bu 80% yüksək xolesterin, bu 80% insana əmələ gələn xəstəliklər bəyəm aclıqdan əmələ gəlir? Xeyr, bunların hamısı bol yeməkdən əmələ gəlir. Orada bir dənə revmatizmanı qırağa qoymaq olar. Yerdə qalanların hamısı, məsələn, şəkər oldu, təzyiq oldu, infarkt oldu, insult oldu. Qidanızla əlaqəli, bəli, bol yeməkdən əmələ gəlir. Hamısı bol yeməkdən əmələ gəlir. Amma biz o xəstələnəndə isə deyirik ki, mən xəstəyəm, mən oruç tutmaq olmaz. Əksinə bu insanlara oruç lazımdır. Ki, bu insanların heç olmasa bədənində bir yenilənmə geçsin, hüceyrə səviyyəsində yenilənmə geçsin. Bu bədənin şlaklardan təmizlənsin, tullantılardan təmizlənsin. Bilirsiniz necədir insan vücudu necədir? İnsan hüceyrəsi ilə insanın yaşamı eyni bir şeydir. Tutalım ki, insan yaşayanda necə ki imkanı var, pulu var, şey var. Biraz ondan yer, biraz bundan yer, biraz ondan yer. Əlinə nə gəldi yeyir məsələn. Amma hüceyrə də elədir. Bax, bizim hüceyrəmiz, tutalım ki, biz gündə 3 dəfə, 4 dəfə, bəzi insan var ki, elə səhərdən axşama qədər elə az işləyir. Qidalananda bu insanların hüceyrəsində çoxlu tullantılar əmələ gəlir, xəstəliklər əmələ gəlir və bu sağlam hüceyrələr isə ancaq kənardan yem axtarır. Çünki insan durmur, həmişə yeyir. Amma biz oruçlu zamanı, biz oruç tuturuqsa, bizim bədənimizə kənardan enerji verən heç nə gəlmir. Və insan bədənində isə nə olur? İnsan bədənindəki o hansı ki, cavan, sağlam, güclü hüceyrələr var, onlar yem olaraq başlayır o xəstə hüceyrələri yeməyə, qoca hüceyrələri yeməyə, sonra... Hətta deyirlər xərçəng hüceyrələrində Bəli, baxın, bu xərçəngdə də misallar, vaxtımız var. Bəli. Varsa mən onu misal çəkəcəm. Başlayır onları yeməyə. O qoca hüceyrələr, o xəstə hüceyrələr, hansı ki, o xəstə hüceyrə özü də bölünəcəkdir, 2 yerə 2 dənə xəstə hüceyrə əmələ gələcəkdir, o 2 dənə bölünəcəkdir, 4 yerə 4 dənə xəstə hüceyrə əmələ gələcəkdir, 4-ü 8-ə 8 onu belə gedəcəkdir də xəstəliyin əsası elə adam, o hüceyrə xəstədir zaten. Bax, onu başlayır yeməyə, o həm insan vücudu o xəstə hüceyrədən xilas olur, o qocalmış hüceyrədən xilas olur və həm də ki, o sağlam hüceyrə özü sağlam 2 hüceyrəyə bölünür, 4 hüceyrəyə bölünür və belə insan bədəni bax belə təmizlənir. Füzuli, çox önəmli bir şeydir. Yəni, ümumi belə bir əhval-ruhiyyə var da, onkoloji xəstəliyə tutulursa, bunun müalicəsi yoxdur. Amma oruç çox ciddi şəkildə buna müsbət mənada təsir edir. Onkoloji, görəm, onkoloji sizi maraqlandırır, elə ondan deyək. Çünki çox yayılıb da bu dünyada bugün deməli, çox yayılıb onkoloji xəstəlik. Təcrübələr həmişə normalda siçanlar üzərində aparılır. Çünki siçanlar üzərində aparılmış təcrübə insana daha yaxındır. Və bu insanla siçan bədənində çox oxşarlıqlar var. Məsələn, bir 50 dənə siçan götürüblər.
Bunların hamısını onkoloji xəstəlik bunlara əmələ gətirib. Yəni asan bir şeydir. Onun adi inyeksiya ilə də onkoloji xəstəliyi əmələ gətirmək olur. Hamısı onkoloji xəstəliyi əmələ gətiriblər. Bunları bölüblər 2 qrupa, 25-25. 25 dənəsi daimi qidalanan qidalar veriblər. Yəni belə deyim, yemək məhdudiyyəti yoxdur. Yerdə qalan 25 dənəsinə isə bir gündən bir yemək verilir. Bir gün aş saxlanılıb, bir gündən bir yemək verilir. Və bunları izləyiblər. Görüblər ki, bir müddətdən sonra o yemək məhdudiyyəti qoyulmayan siçanlarda ölüm başladı. Bəli, ölüblər və 2 aydan sonra cəmi 2 dənə daimi yeməkdən əziyyət çəkən, daimi yemək məhdudiyyəti olmayan siçanlardan cəmi 2-si qalıb 2 aydan sonra. Amma 25 dənə, hansı ki bir gündən bir qidalanan siçanlar isə cəmi 5 dənəsi ölüb, 20 dənəsi sağ qalıb. Və bu sınağı təzədən bir də eləyiblər. Həmin yenə 50 dənə götürüblər və bu zaman isə bunlara yenə 25-ini onkoloji xəstəliyə əmələ gətiriblər, 25-də 50-sində də gətirib 25-inə bir gündən bir yemək veriblər, 25-inə yemək məhdudiyyəti qoymayıblar və bunların hamısına ximiya verməyə başlayıblar. İndi hal-hazırda bizim xəstələrimizə verilən ximiyadan. Bəli. Görüblər ki, yenə də bir gündən bir qidalanan siçanlara verilən ximiya daha effektivdir və bunlar isə ölmür. Ximiyanı da çox gözəl qəbul edir. Amma bu birisilər isə əksinə sürətli şəkildə ölüm baş verir. İndi təsəvvür eləyin ki, bizim insanlarımız ximiya qəbul eləyəndə və onların əksəriyyətinə deyilir ki, nə istəyirsən ye. Amma bu insanlar ən az o ximiyanı qəbul eləyəndə də bir gündən bir oruç saxlasalar və yaxud da ki, elə bildiyimiz bu orucun özünü tutsalar qaydası ilə, onlar üçün çox faydalıdır. Və niyə orucun onkoloji xəstəliklərə faydası var? Ona görə ki, bayaq mən dedim, o hansı ki insanın bütün vücudu toxumalardan ibarətdir, toxumalar hüceyrələrdən ibarətdir. Yəni haranı desən orada hüceyrə var. Hüceyrələrdə yenilənmələrin getməsi, hüceyrə ətrafı mayenin və xəstə hüceyrələrin təmizlənməsi elə kök hüceyrələr deməkdir. Yəni kök hüceyrələrdən yeni gözəl hüceyrələr, sağlam hüceyrələr əmələ gəlir və burada artıq onkologiyada yer yoxdur. Onkoloji proses başlaya bilmir. Onkoloji proses oradan başlayır ki, bayaq dediyim o xəstə hüceyrələr ki var, o xəstə hüceyrələrin özü onkoloji proseslərə səbəb olur. Çünki bu zaten xəstədir. Bu insan vücuduna tabe olmur. Bu öz-özünə artıb orada çoxalır. Bunu beyin idarə edə bilmir. Onkoloji xəstəliklər də elədir. Onkoloji xəstəlikdə şişi bəyəm nəzarət eləmək olmur ki, o şiş böyüyə-böyüyə gedir. Bizim beynimiz nə qədər istəsə də, ora nə qədər limfosit göndərsə də, ağ qan hüceyrələri göndərsə də ki, onu nəzarətə götürsün, götürə bilmir. O böyüyə-böyüyə gedir. Bax, burada əgər oruca biz diqqət eləsək, ən azından həftədə 2 dəfə 1-4 oruçları da var. Onlara da diqqət olunsa, bu insanlarda Ramazan xaricində də peyğəmbərimizin sünnəsi olan oruçlar var. Ayda 3 dəfə tutmaq ortasında və ya həftənin başında və ortasında oruç tutmaq, həftədə 2 dəfə oruçlar var. Bəli, bu insanlarda genində olmasa belə mümkün deyil ki, onkoloji xəstəliyə əmələ gəlir. Füzuməm, yəni Ramazan orucundan danışırıq. Ramazan orucu xaricində də, bu 11 ayda da Peyğəmbərimizin sünnə dediyi oruçları da tutmağımızda da fayda var. Yəni eyni faydaları biz görürük. Ruhani olaraq da, mənəvi olaraq da, sağlamlıq olaraq da, bədən olaraq. Bəli. Məsləhət görürsünüz. Bəli. Əlbəttə ki. Yəni bunların hamısı elm tərəfindən sübut olunur. Yəni bax indi belə bizim o cahil insanlar var. Deyir ki, bu dəqiqə elm inkişaf eləyib dinin nə şey var ki, din amma elm inkişaf elədikcə dinimizin gözəllikləri açılır. Bugün bizim İslam dini artıq o səviyyəyə gəlib çatıb ki, dünya alimlərinin hamısı şoka düşür İslamdakı olan hər bir əməldən ki, biz nəyə yaxşı tapırıq gəlib İslamdan çıxır. Nəyə yaxşı bədən üçün nə görürük yaxşı gəlir İslamda çıxır. Amma bizim cahillərimiz deyir ki, elm inkişaf eləyib İslamın nə şeyi var ki, oruç boş şeydir. Onun zaten elmi yoxdur. Yəni onu deyən insanın elmi yoxdur. Elmi olan insan bir balacanı araşdırar, görər ki, aha, mən dəstəmaz alıram, bunun nə qədər faydaları var. Oruçlu zamanı insan bədənində kortizonun miqdarı aşağı düşür. Və əksinə isə melatonin, dopamin və serotonin, bunlar hansı ki, xoşbəxtlik hormonlarıdır, bunlar yuxarı qalxır.
İndi qıraqdan adam deyək ki, düşüb qalxıb da nə olsun. İndi bunlar nədir? Bunları mən deyim. Deməli, kortizon hansı ki onkoloji xəstəliklər, sonra sistem xəstəlikləri, endokrin xəstəliklər, hansı insanlarda bunlar varsa, orada kortizonun miqdarı yuxarı olur. Və yaxud da birinci kortizon qalxır, sonra o xəstəliklər dalınca gəlir. Bəli. Amma əksinə bu insanlarda, həmin o xəstə insanlarda dediyim kimi melatonin, serotonin, dopamin, bunlar əksinə aşağı düşür. Və bunlar aşağı düşdükdən sonra saydığım xəstəliklər yavaş-yavaş başlayır. Amma oruçlu zamanı əsasən də iftara yaxın vaxtlarda görürlər ki, kortizonun səviyyəsi 4 dəfə düşüb aşağı. Amma xoşbəxtlik hormonlarının səviyyəsi 15-20 dəfə yuxarı olur. İnsan bədəni üçün ən faydalı antioksidat xoşbəxtlik hormonlarıdır. Yəni faydalı antioksidat nədir? Antioksidantlar imkan vermir ki, insan bədənində dolaşır. Və bunlar imkan vermir ki, insan bədənində beynimizə tabe olmayan hüceyrələr əmələ gəlsin. Yəni onkoloji xəstəliklər əmələ gəlsin. Və yaxud da ki, sistem xəstəlikləri, sistem xəstəliklərində bu dəqiqə çox autoimmun xəstəliklər var, zob xəstəlikləri, sonra dəri xəstəlikləri, məsələn, psoriazdır, sklerodermiyadır, sonra revmatik xəstəliklər, revmatoid poliartritdir. Bunlar hamısı sistem xəstəliklərdir. Və bax bu dediyim kimi melatoninin, serotoninin qalxması isə bunların hamısını baskılayır. Bunların əmələ gəlməsinin qarşısını alır və eyni zamanda əmələ gəlibsə də bunların artım tempini qoymur əmələ artsın, çoxalsın. Yəni imkan vermir ki, bunlar artsın və bədənimizə ziyan versin. Eyni zamanda bu hormonlar çox güclü iltihab əleyhinə təsirləri var. Məsələn, saydığım xəstəliklərin əksəriyyətinin sonunda iltihab da bədəndə çoxalır. Məsələn, adil onkoloji xəstəliyin özündə belə güclü iltihabı proses gedir. Bax, bu iltihab əleyhinə də bunların güclü təsiri olduğu üçün iltihabı xəstəlikləri də azaldır və kökünü kəsir. Ona görə də yenə deyirəm, bizim dinimizdə bizim üçün nə varsa hamısı insanın sağlamlığı üçündür. Yəni, bir damcı belə orada ziyan verən bir şey ola bilir. Bir zərər görə bilməzsiniz yəni orada. İncələdikcə gözəlliklər çıxır. İncələdikcə gözəlliklər çıxır. Bax, harasından deyirsinizsə, mən öz bildiyim qədər deyirəm ki, hələ mən bilmədiyim nə qədər şeylər də var. Bəli. Gözəllik çıxır. Vallahi gözəllikdən gözəllik çıxır. Bu İslamın gözəlliyi, eyni zamanda Allahın əmrlərinin bizə hər mənada, insanoğluna hər mənada nə qədər faydalı olduğunu göstərir. Bax, Füzuli müəllim, Kutibə aleykumus siyam əmri Qurani Kərimdə, oruç sizə fərz buyuruldu əmri. Bəli. Bunun nə qədər mənəvi, ruhi, psixolojik, insan bədini ilə əlaqəli nə qədər hikmətləri var. Bəli, ilk öncə bu bir əmirdir. Allah rızası üçün yerinə yetiriləcək ibadətdir. Amma arxasıca baxırıq ki, saydıqca bitməyən faydaları və hikmətləri var. Həqiqətən elə. Və bugün bunun ən gözəl, ən önəmli hikmətlərindən birini də anladıq. Əslində sizin dediyinizdən bir xülasə Peyğəmbərimizin hədisi ilə ortaya qoymaq istəyirəm. Buyurur ki, oruç tutun, sağlıq, səhət, sağlamlıq əldə edin. Bugün bu sözün, bu əmrin praktik olaraq, canlı olaraq siz bizə öz verdiyiniz məlumatlarla sübut edədiniz ki, sübutunu ortaya qoydunuz ki, yəni bu nə qədər faydalıdır və nə qədər önəmlidir. Təbii ki, biz hamımız Allahın rızası üçün oruç tuturuq. Allah bizə tut deyib biz də tuturuq. Yəni tutma desə tutmayacağıq. Tut deyib biz də tuturuq. Yəni bunu birinci meyar etmək lazımdır. Əsas Allahın əmridir. Və faydaları da ki, əlhamdülillah bayaqdan sayırıq. Yəni saymaqla da bitmir. Görürsünüz, bir saata 45 dəqiqəyə sığışdıramırıq. Mən bəlkə də neçə 45 dəqiqələr danışaram ki, o qədər faydaları var, əlhamdülillah. Və yenə də buradan üzümüzü tuturuq ki, Allahın rızası üçün orucunuzu tutun və Allah rızasının dalında həm bu dünyamız üçün, həm axirətimiz üçün bol-bol məğfirətlər var, bağışlanmalar var, fayda var. İstər vücudumuz üçün, istəyər ruhumuz üçün. Allah bütün oruçların hamısını qəbul eləsin. Allah bizi həmişə düz yolda, haqq yolda eləsin. Nəslimizi, kökümüzü, hamısını ibadət əhli eləsin. Amin. Allah Azərbaycanımızı qorusun, ümmətimizi qorusun. Füzuli müəllim, mübarək Ramazan ayındayıq. Bu gözəl günlərdə dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə
Dəyərli biliklərinizi, məlumatınızı bizimlə, tamaşaçılarımızla və xalqımızla paylaşdığınıza görə sizə çox təşəkkür edirik. Çox sağ olun. Allah Gələn razı ayağınız olsun. var olsun, şərəf Allah razı verdiniz. olsun. Sağ olun. Dəyərli izləyicilər, bugünkü verilişimizi yekunlaşdırırıq. Sizinlə növbəti verilişimizə qədər sağollaşırıq. Allaha əmanət olun, Allah amanında qalın. Verilişimizin baş sponsoru Qoçət. Ailənizin rahatlığı, süfrənizin keyfiyyəti deməkdir.